Hindistan haqqında danışacağam. Başlayaq. Hindistan Cənubi Asiyada yerləşir. Dünyanın ən böyük ikinci coğrafi ərazisi və əhali sayısına görə ən böyük ikinci ölkəsidir. 28 əyalət və 7 birlik bölgəsindən ibarətdir. Pakistan, Çin, Nepal, Bhutan, Bangladeş və Myanmar ölkələri ilə həmsərhəddir. 4 önəmli dünya dinləri olan Hinduizm, Budizm, Jainizm və Şiinizm yarandığı ölkə olmaqla yanaşı, Zərdüştlük, Yahudilik, Xristianlıq və İslam dinlərində eramızda 1-ci əsrdən ölkənin böyük bir hissəsi yayılmışdır. Hindistan adı köhnə farscada Indus adından yaranmışdır. Qədim Yunanlar Hindistanları Indoi olaraq adlandırırlar. Hindistan adı konstitusiyasında və bir çox yerli dildə Bharat olaraq adlandırılır. Bharat adı Hindlilərin əfsanəvi müqəddəs kralları olan Kral Bharatanın adından yaranmışdır. Hindistanında bir həyat tərzidir. Hindlilərin yaşamı ayrılmaz hissəsidir. Hindistanda bir çox dinlər mövcud olsa da, İslam dini ən qabaqcıl din hesab olunur və İndoneziyadan sonra müsəlman əhalinin sayına görə ikinci yer tutur. Əhalisinin sayına görə Hindistan dünyada ikinci yeri tutmaqdadır. 1,2 milyard nüfusa sahibdir. Delhi, Mumbai və Kalkutta Hindistanın ən böyük 3 şəhəridir. Hindistan öz filmləri ilə də dünyada məşhurdur və bir çox ölkələrdə, yəni bölgələrdə film sənayesi mövcuddur. Bunlardan bir çox müxtəlif bölgələrdə film sənayesi mövcuddur. Bunlardan ən çox önəmlisi isə Mumbai'dakı Bollywood film sənayesidir. Bu il adı Hollywood və Mumbai adlarının birləşməsindən yaranmışdır. Ölkə film yarasında ədəbiyyat çox vacib sayılır. Məşqlərdən tutun şirniyyatlara hər şeydə ədəbiyyat istifadə olunur. Darsın şirniyyatlara ən çox istifadə olunan ədəbiyyatdır. Dini inanclar üzərində iynə kəti yeyilmir. Və gələk Hindistan haqqında bilmədiyimiz başqa məlumatlara. Hindu təqvimində 6 fəsil vardır. Yaz, yay, müsson, payız, qış. Prevnal yazdan əvvəl Hindistandan kənarda rubidən istifadə etmək qeyri-qanuni hesab olunur. Hindli bir kişinin 70 ildir necə heç nə yemən və içmədən yaşadığının mümkünlüyü alimlər bir çox testlər etsələr də hələ də tapa bilmirlər. Mumbai'dakı hava ilə nəfəs almaq üçün 100 siqaret çəkməyə bərabərdir. Dünyanın ən böyük əhalisinin sahib kişi bir hindlidir. Onun 39 arvadı və 94 uşağı var. Kəfarət olaraq hindli bir kişinin itlə evlənməsi Şimali Hindistanda qədim ədalətlərdən biridir. Hindistanda polis məmurları bu saxlamaq üçün yüklü miqdarda ödəmə edirlər. Sağ olun, salamat qalın. Bir də görüşənədək.